Salam, mən Məhəmmədəm. 6 yaşım var və mən hələ uşağam. İstərdim ki, sizə günümün necə keçdiyini rəngarəng tonlarla göstərim. Lakin mənim gündəlik həyatım oyunlardan deyil, müharibədən ibarətdir. Səhər yuxudan quşların səsi ilə yox, bombaların səsi ilə qorxu içində oyanıram. Məktəb üçün kitab və dəftərlərim külə dönüblər. Dostlarımın bəzisi isə daha geri qayıtmayacaqlar. Yaşadılarımla mənim arzularımız su tapmaq, yaşamaq və sağ qalmaqdan ibarətdir. Çörək tapmaq isə bizim üçün çox böyük bir möcüzədir. Gecələri yatanda isə ən çox anamın əllərindən möhkəm tuturam. Çünki sabahımız olacaqmı bilmirəm. Mən sadəcə həyatda qalmaq, sizin uşaqlarınız kimi gülmək, oxumaq və oynamaq istəyirəm. Qəzza mənim evimdir və mən də uşaq olduğumu xatırlamaq istəyirəm. Bəs siz mənim həyatda qalmağım üçün nə edirsiniz?